Bu əhl-i beyt nəzərə tutulanda xanımlardır bəziləri deyir. Görəsən elədirmi? Bu əhl-i beyt nəzərə tutulanda xanımlardır bəziləri deyir. Görəsən elədirmi? Axı biz nəticə nə almışıq? Bunlar kimdirsə məsumdur. İndi gələk biz Qurana bir də müraciət ediyə görə Peyğəmbərin xanımlarını Allah Taala Quran-ı Kərimdə bizə məsum kimi tanıtdırır. Yaxşı. Biz Qurana müraciət edirik. Mən surə deyirəm sizə. İnşallah bu surəni evdə bir əziyyət çəkin, zəhmət olmasa açın oxuyun. Təhrim surəsi. Allah Taala bu Təhrim surəsində Peyğəmbərin bəzi xanımlarına söhbət açır. Və o ayələrə baxanda görürsən, yox, məsum deyirlər. Axı, bir söz o xanımlardır bu ayə. Onda bu ayə deyir, onlar məsum deyil. O ayə kimlərdən ki danışır, onlar məsumdur deyir. Gəlin Quranla izah eləyək ayələri. Onlar Təhrim surəsində əziz Allahımız buyurur ki, İz əsərrən nəbi 3-cü ayə Təhrim ilə bəzi əzvacih hədisən. Baxın, aşkar, şəffaf ayə. Peyğəmbər bir sir, əsərrə nədir? Sir verdi kimə? Həyat yoldaşlarından birinə. Yaxşı. Fələmmə nəbbət bih. O neynədir o? Sirri açdı. Götürdü sirri başqasına danışdı. Peyğəmbər sir tapşırır buna. O Peyğəmbərin sirrini açdı. Və əzhərəhullah əleyhi. Allah Taala da Peyğəmbərə qeybi xəbərindən çatdırdı ki, Peyğəmbər xanımın sirri açdı. Yaxşı. Peyğəmbər neynədir? Ərrəfə bə'dəhu. Gəldi ona dedi ki, sən niyə bu sirri qeyb danışmısan orada burada? Xanım çaşbaş qaldı. Fələmmə nəbbəəhə bih. Elə ki, o Peyğəmbər ona o xəbəri verdi. Qalət, mən ənbəəkə hazı. Ay Peyğəmbər, bu sən kimdir daxı? Yəni, mən də kiməsə danışmışam, o demişəm, öz aramızda qalsın. Hardan çıxdı bu? Peyğəmbər cavabı buyurdu ki, qalə nəbbəniyəl əl-əlimul xəbir. Əlim olan Allah, hər şeydən xəbərdar olan Allah mənə çatdırdı, nə var, nə yox. Bu bir məsələ. Sirri açmaq olar. Sirri açsın, bu ayə sənə şamil olar. Liyusib ənkumur ric. İsmət məqamında adam bir nəfər sirrini açar. Qəti. Bu ayə deyil ki, mümkün deyil. Hələ davam edir amma. Baxın ayəyə. Sonra 2 dənə xanımından danışır. Deyir, in tətubə iləllahi, səhv iş görümsüz. Tövbə edib Allaha dönüş eləsəz, bu heç. Amma bunu deyim sizə, xanımlar, fəqət sağət qulubukuma. Qəlbimiz haqdan dönüb batilə tərəf. Sağət, yəni sağ kəlməsi batilə meyl eləmək. Yaxşı, bu ayə mümkündür şamil olsun o əhl-i beytə. Bunlar mümkündür Peyğəmbər xanımları əhl-i beyt olsun bu mənada.